Hamıya salamlar dostlar, necəsiniz? Ümid edirəm yaxşısınız. Kanalıma videoma xoş gəlmisiniz, səfalar gətirmisiniz. Bugün sizlərlə birlikdə məşq vlogu çəkirəm. Bir günlük məşq edirəm. Bir gündən əlaqəsi yoxdur, düzünü danışım. Yəni məşq edirəm. Yəni bəzi məşqə başlayan dostlarımız da ola bilər. Onlara da bir örnək kimi bu videonu çəkirəm. Məşq edirik sizlərlə birlikdə. Yəni nə edirəm? Gündəlik məşq edirəm. Belə bədənə sahib olmaq, yəni tərifləmirəm amma belə bədən falan. Yəni görürsünüz, yəni belə hamı istəyir də belə biraz güclü olsun. Tamam. Bu arada dostlarım, öz elmaslarınızı güvenli ve sertifiye şekilde hardan? Tabii ki de Free Shop'tan alabilirsiniz. Sağ taraftan çıktığı gibi Free Shop'tan öz elmaslarınızı güvenli ve sertifiye şekilde alabilirsiniz dostlarım. Sağ taraftan gördüğünüz gibi əlaqə nömrəsi var. O nömrənin əlaqə saxlayaraq öz elmaslarınızı WhatsApp üzerinden güvenli ve sertifiye şekilde alabilirsiniz. Bu arada dostlarım, bəzi dostlarımız deyir ki, deyirsiniz ki, biz WhatsApp'dan almak istemiyoruz, biz site'dan almak istiyoruz. Onunla başlayalım. Google'a daxil olursanız, axtarış yerində Free Shop yazırsınız və sayt gəlir. Saytı da sıxırsınız, sayta daxil olursunuz. Sonrasında bunu qeyd edelim ki, saytda təkcə Free Fire yox, yenə deyirəm, istənilən bir oyuna elmas vura bilərsiniz. Təkcə Free Fire, onsa sayta daxil olandan sonra özünüz görəcəksiniz. Bunu qeyd edin. Balansınızı necə artıra bilərsiniz? Bir bankla, Leo bankla, nə bilim, Kapital bankla, milyon aparatı ilə ən əsası yenə deyirəm, ən rahat milyon aparatı da bəziləri üçün bir bankda ola bilər. Yəni bunların öz balansınızı artırırsınız və güvənli və sərvətçilikdə Free Shop'dan elmaslarınızı alırsınız. Yəni bugün sizlərlə birlikdə məşq edirik. İndi keçək məşqimizə. Bəli dostlarım, sizə belə bir dənə söz deyim. Bu arada video davam edir. Video bitməyib. Sadəcə ara-ara belə danışacağım sizlər üçün. Sizə məsləhət vermək istəyirəm. Yəni yenə deyirəm, bu video çox insanlarda belə məşqə maraq yarada bilər, məşq eləyə bilər. Yəni mən də sevinərəm ki, yəni bu video baxıb məşqə başlasınlar, bədənli olsunlar, yəni heç kimin qarşısında heç kimin sözünü yeməsinlər. Yəni belə deyim də, yəni. Birinci növbədə məşq etdikdən sonra, məşq bitəndən sonra belə qalmaq lazım deyil. Gedib yemək yeməlisiniz. Bitdi elə məşq qutarandan sonra elə gedin yeyin. Yumurta mən məşqi bitdikdən sonra, mən qutarandan sonra mən rahat 3-4 dənə yumurta yeyirəm. Sizə də məsləhət görürəm. Məşq qutarandan, yəni qutaran kimi gedib nəsə yeyin. Bunu bildim. Yəni o bədəndə yəni nəsə demək, böyüməyini inkişaf edir ha. O yediyiniz şey sizə köməklik eləyir. Gedib doldurur, başa düşdünüz nətər? Çox insanda yorumlarda bildirir, bilirsiniz təzə profil dəyişmişəm. Yəni profil gördüm, qaş bədənim yaxşı düşüb. Dedim, bir dənə video paylaşım. Sağ tərəfindən də çıxdı. Yəni dark gördüyünüz kimi, yəni tanıyırıq. Yazıb ki, nə bilim, yapay zəka, yəni süni intellekt falan deyib. Bunu bildirim qaqa. Yəni siz də bu videonu baxıb yəqin ki, başa düşərsiniz ki, yəni budur, qolum budur, düzdür, həmin qoldur. Yəni heç nə şey deyil ki. Sadəcə bir dənə dar bir köynək geyinmişəm. Yapışıb da bədənimə. Elə bir dənə görüm normal bir dənə şəkil yarandı da. Dedim bunu qoyum profilə. Xoşum gəldi konkret. Qoydum profilə. Profildən də video paylaşdım. Yəni yazıb mən də ona cavab olaraq yazmışam. İndi burada oxumuyorum. Özünüz oxuyun. Yəni burada cavab olaraq ona söz yazmışam. Yəni demək istədiyim, mən heç yəni nə qədər məşq videoları paylaşmışam ha. Hamısı öz bədənimdir. Nə bilim, süni intellekt olsun, məndə elə bir şey yoxdur. Sadəcə mənimlə bir effekt verirəm, elə bilirsiniz süni intellekt, amma yox. Hamısı öz bədənimdir. Video baxın, bilin, mənimdir, mənim deyil. Bu arada yorumlarda bildirirsiniz, gəlmirsən, neçə ildir məşq edirsən və neçə aydır, nə bilim, neçə həftədir. Bunu qeyd edim ki, mən uşaqlığımdan güləşə getmişəm. Sonrasında güləşdən çıxmışam. Yəni bir 6 və ya 5 ilə yaxın güləşə getmişəm. Sonrasında çıxmışam güləşdən. Evdə məşq eləməyə başlamışam. Mən yəni ara-ara eləmişəm, buraxmışam məşqi falan. İndi
bir 7-8 ay olardı, yəni davamlı məşq edirəm, heç buraxmıram. Sizə də məsləhət görürəm məşq eləyəsiniz. Yəni belə-belə bədəniniz, muskulunuz, nə bilim sinəviz, press falan, yəni olsun da qəşəng, niyə sizdə olmasın ki, yəni. Eləyin və görün nə baş verir bədəninizdə. Bu arada mən videoda hələ yəni videonu kəsmişəm də, mən 3 saata yaxın məşq eləmişəm. Bəzi günlər 4 olur, 5 olur. Yəni gündən günə dəyişir də, həvəsim çox olanda çox eləyirəm. Bəzi günlər həvəsim olmayanda az eləyirəm. Bunu da qeyd edeyim ki, orada jim vururam, nə bilim qantellə o biri bu biri eləyirəm. Sonrasında xeyli bir şeylər eləyirəm də orada. Videoda çox qısa qoyuram hər şeyi, qaçıram. Çox şey rezin var, onunla məşq eləyirəm. Yəni çox şey eləyirəm. Hamısını qısa formada siz görəcəksiniz. Yəqin ki anlayarsınız. Belə videonu izləyin. Dostlarım, hal-hazırda dayanmadan saat 15:00-dan başlamışıq. Hal-hazırda 18:00-da 3 saat dayanmadan məşq eləmişik. Yəni görürsünüz, biraz da güləş falan yəni elədik, biraz boğuşduq falan. Əlimin halı, əlim də buradan partlayıb, partlayıb düşür. Yəni belə, yəni baxın nə gündəyəm. Videonu izlədiyinizsə video bir dənə like atmağı, bir dənə kanalımıza abunə olmağı, bir də əsasən bildirim zilini açmağı yaddan çıxartmayın. Sevinərəm. Bunu part 2 falan istəsəz gələr. Məşq vloquydu bu. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Sevilirsiniz.